Deməli, meşədə 5-ci gündür. 5-ci günümüzü axşamıdır. Artıq evimiz demək olar ki, tam hazırdır. Yəni tam deyəndə tam sıx örtə bilməmişik bütün deşiklərini. Çünki həm vaxtımız çatmır buna, növbəti dəfə davam edə bilərik. Həm də idarə eləyəcək qədər örtmüşük. Göstərim bura. Qapıdır. Gördüyünüz kimi bu evin içidir artıq. Yəni içəridə əməli başda hiss olunur ki, külək demək olar ki, keçmir içəri. Belə. Və çadır da qoymuşuq içəri. Bunun içində yatırıq. Və hal-hazırda peç quraşdırırıq. Peç üçün yer qoymuşuq bir dənə. Və peçi daşlarla hörməyə çalışırıq. Bilməm, görünür. Belə bir şey. Burada peç olacaq. Biraz da aralıdan göstərim. Belə bir şey. Evimizin arkası. Gedə belə. Ən qəşəng arxanı örtmüşük. Demək olar ki, sıx örtülüb. Birisi divarlar. Belə 5-ci günümüzü keçirdirik. İşimizi görəcəyik, qutaracağıq. Ondan sonra su dalıca getməliyik, odun yığmalıyıq, ocaq qalamalıyıq, yeməyimizi pişirməliyik. Üstündən də bir dənə kofe içməliyik. Bu qədər.